Salam. Bu sualda musson və briz küləklərini müqayisə etmək bizdən tələb olunur. Elə isə gəlin cümlələrin hər birini analiz edək. İlk cümləyə baxaq. Musson küləkləri fəsillərlə dəyişən böyük miqyaslı təzyiq fərqindən yaranır və daha geniş ərazilər təsir edir. Briz küləkləri isə gündüz və gecə arasındakı temperatur fərqindən yaranan yerli küləklərdir. Ona görə də brizlər mussonlar kimi fəsillərlə bağlı deyil və yalnız sahil ərazilərində qısa müddətli əsirlər. İkinci cümlədəki fikri isə həm musson, həm də briz küləklərinə aid etmək olar. Çünki hər ikisi ritmik təkrarlanan hadisədir. Musson küləkləri əsasən Asiya qitəsində hiss olunur və Cənub yarımkürəsinə aid deyil. Brizlər isə sadəcə yerli dəniz quru temperatur fərqindən yarandığı üçün hər iki yarımkürədə də baş verə bilər. Deməli, üçüncü cümlə sadəcə musson küləklərə aid oldu. Biz artıq brizin tərifini vermişdik. Bu səbəbdən dördüncü cümləni asanlıqla briz küləklərinə aid edə bilərik. Xəzər dənizində musson küləkləri müşahidə olma ehtimalı olmasa da, briz küləkləri gündüz dənizdən quruya doğru, gecə isə qurudan dənizə doğru müşahidə olunur. Deməli, 5-ci cümlə sadəcə briz küləklərinə aid oldu. 6-cı cümlədə qeyd olunan su və quru arasındakı təzyiq fərqi küləyin formalaşması üçün əsas şərt olduğundan hər ikisinə aid edilə bilər. Deməli, cavabımız D variantı olacaq.